Bugün hava şəraiti mülayim olacaq, yağmursuz keçəcək əsasən. Bəzi bölgələrdə isə duman müşahidə olunacaq. Bəs qarşıdakı günlərdə hava şəraiti necə olacaq? Ətraflı məlumatı Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi Fidan Hacıyeva çatdıracaq. Buyurun. Salam, hər vaxtınız xeyir. Bugün paytaxtımızda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, havanın maksimal temperaturu 5-9 dərəcə isti olacağı gözlənilir. Sabah da paytaxtımızda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin 23-dən 24-ünə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimal olunur. Bölgələrimizə gəldikdə isə eyni zamanda Qarabağ və Şərqi Zəngəzur zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, hava maksimal temperaturu 5-9 dərəcə isti, dağlarda isə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Təşəkkürlər. Əlavə olaraq bildirmək istəyirəm ki, bəzi dağlıq ərazilərdə yolların buz bağlamaya ehtimalı var.